önəmli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda pensiya alan vətəndaşların diqqətinə avqust ayı üzrə pensiya ödənişlərinin növbəti mərhələsinin hansı tarixdə həyata keçiriləcəyi məlum olub. Bölgələrdə yaşayan pensiyaçıları maraqlandıran əsas sual artıq cavabını tapıb. Məlumata görə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər bölgələr üzrə pensiyalar avqustun 21-də ödəniləcək. Bu ödənişlərə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyaları da daxildir. Beləliklə, regionlarda yaşayan pensiyaçılar avqust ayı üzrə pensiya ödənişlərini avqustun 21-dən etibarən əldə edə biləcəklər. Qeyd edək ki, avqust ayının pensiya ödənişləri mərhələli şəkildə həyata keçirilir. İlk ödənişlər artıq Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə həyata keçirilib. Məlumata əsasən həmin ərazilərdə yaşayan pensiyaçıların avqust ayı üzrə pensiyaları avqustun 14-də ödənilib. İndi isə növbə Azərbaycanın digər bölgələrində yaşayan pensiyaçılara çatır. Bu deməkdir ki, rayon və şəhərlərdə yaşayan pensiyaçılar avqustun 21-də pensiyalarının hesablarına köçürülməsini gözləyə bilərlər. Vətəndaşların diqqət etməli olduğu mühüm məqamlardan biri də ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsidir. Pensiyaçılar vəsait hesablarına köçürüldükdən sonra pensiyalarından istifadə edə bilərlər. Burada bir məqamı da xüsusi qeyd etmək lazımdır. Pensiyanın ödəniş tarixi müəyyən edilsə də, vəsaitin hesabda görünmə vaxtı texniki səbəblərdə şəxsdən şəxsə müəyyən qədər fərqlənə bilər. Buna görə də vətəndaşlar ödəniş günü kart hesablarını yoxlaya bilərlər. Xüsusilə bölgələrdə yaşayan yaşlı vətəndaşlara tövsiyə olunur ki, pensiya ödənişi ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə edənlər və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara diqqətlə yanaşsınlar. Bir daha xatırladaq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust pensiyaları avqustun 14-də ödənilib. Digər bölgələr üzrə pensiyaların isə avqustun 21-də ödənilməsi nəzərdə tutulur. Əgər siz də bölgələrdən birində yaşayırsınızsa və pensiya alırsınızsa, bu tarix sizin üçün xüsusilə əhəmiyyətlidir. Pensiya ödənişləri, sosial müavinətlər, maaşlar və Azərbaycanda vətəndaşları maraqlandıran digər sosial xəbərlərlə bağlı yenilikləri izləmək üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Yeni məlumatlar olduqca onları sizə operativ şəkildə çatdıracağıq. Diqqətiniz üçün təşəkkür edirik.